Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bugünkü proqramımızda da Vəhabilər haqqında danışacağıq. Bildiyiniz kimi Vəhabilər bu günləri onlar üçün yaradılmış geniş imkanlardan istifadə edib açıq-aşkar Əhl-i Beyt məktəbinə qarşı mübarizəyə qalxmışlar. Bu izlədiyiniz videoda da görəcəksiniz ki, bir Vəhabi alimi Əhl-i Beyt davamçısından irad tutmağa çalışır. Videonu izləyək. Sonuncu bir şey diyeyim sənə. Kəlmə-i şəhadət nədir? Kəlmə-i şəhadəti bilirsən? Bəli, bilirəm kəlmə-i şəhadət. Deyə görə kəlmə-i şəhadəti Mehman. Əşhədü ənə iləhə illallah, əşhədü ənə Muhammeden Rasulullah, əşhədü ənə əmirəl müminin Əliyyən Vəliyullah. Yaxşı, sən indi burada neçə şeyə şəhadət verdin? 3 şeyə. 3 şeyə, düzdür? Bəli. Allah, Muhammed Peyğəmbərə və Əli ibn Əbi Talibə. Bəli. Bəli. Sən orada deyirsən ki, kəlmə-i şəhadət. Kəlmə-i şəhadət nə deməkdir? Yəni mənası nə deməkdir? Şəhadət verirəm də, yəni mənası odur ki, hə. İki şəhadət kəlməsi. Hə. Yəni kəlmə-i şəhadət ilahdan başqa ilah yoxdur, Məhəmməd onun rəsuludur. Mehman, kəlmə sözü var ha, kəlmə-i. İki kəlmə deməkdir. İki kəlmə deməkdir, yəni iki cümlə. Hə, iki cümlə deməkdir. Məsələn, 3 cümləyə şəhadət verirsən, bu nətər olur? Nətər olur? Olur da, demək olur da. Çünki Mehman, çünki o Əliyyən Vəliyullah sonradan artırılıb dinə. Olar. Əliyyən Vəliyullah, mənim görə qardaşım. Bax, deyirsiniz ki, o sonradan artırılıb. Bu dində, bax, Mehman, bax, dəyərli insan. Yəni, belə din yaşamaq olmaz, qardaş. Gördüyünüz kimi bu Vəhabi aliminin həqiqətən İslamdan, dindən, şəriətdən, Qur'andan xəbəri olmadığı kimi Azərbaycan dili və ərəb dili qrammatikasından da ümumiyyətlə anlayışı yoxdur. Ona görə də qarşı tərəfin məlumatsızlığından istifadə eləyib belə artistlik eləyir. Yəni kəlmə-i şəhadət güya iki şəhadətin gətirilməsinə istinad edir. Amma bu tamamilə yalandır. Görünür ki, bunun heç bir məlumatı yoxdur bu barədə. Yəni kəlmə-i şəhadət, şəhadət kəlməsi deməkdir. Yəni bu birləşmə Fars qrammatikasına aid bir söz birləşməsidir. Yəni Fars qrammatikasında sözü ilə bitən kəlmələrin izafəsi zamanı onun üzərinə artırırlar. Olur kəlmə-i şəhadət. Bizim klassik ədəbiyyatımızda da bu belədir. Məsələn, biz klassiklərimizin yazılarında görürük ki, deyir ki, pərdə-i qəm dağıdır tarə dəyəndə mizrab. Pərdə-i qəm, yəni qəm pərdəsi deməkdir. Eynən bitdiyi üçün, pərdə sözü eynən bitdiyi üçün ona artırırlar. Yəni burada bir pərdədən yox, pərdələrdən söhbət gedir. Bütün qəm pərdəsindən gedir. Ki, o qəmi dağıdan nədir? Tara mizrabın dəyməsidir. Kəlmə-i şəhadət də bu cür nədir? Yəni burada kəlmə-i şəhadət sözündə ikilikdən, üçlükdən söhbət getmir. Ümumilikdə şəhadət kəlməsindən söhbət gedir. Əgər o ərəb dilindən, o Vəhabinin ərəb dilindən anlayışı olsaydı, bilərdi ki, ərəb dilində təsniyə, yəni belə deyilir. Məsələn, şəhadətani, iki şəhadət. Əgər bu tərkibdə olsaydı, iki dənə şəhadətdən söhbət geçsəydi, onlarda kəlmətü şəhadəteyn, yəni iki şəhadət kəlməsi. Amma görürsünüz ki, kəlmə-i şəhadətdən gedir. Ümumiyyətlə, bu ərəb qrammatikasına aid bir ifadə deyil. Ona görə də Azərbaycan dilində də, Fars dilində də bu kəlmə-i şəhadət gedir. Yəni, 1-ə, 2-yə və yaxud 3-ə aid yox, ümumi şəhadətdən söhbət gedir. Amma bunun irad tutmasının səbəbi isə budur ki, bunların qəlbindəki Əli düşmənçiliyi Əlinin adı çəkilən bütün yerlərdə ifadə olunur.
bizim kəlmə-i şəhadətdə əşhədü ennə əmirəl müminin Əliyən vəliyullah deməyimiz, yəni şəhadət veririk ki, möminlərin əmiri, rəhbəri Əli Allahın vəlisidir, dostudur. Bunun mənası budur ki, bunlar ona görə bunu ilə düşmənçilik edirlər ki, bu Vəhabilərin dayısı Muaviyyət ibn Əbu Süfyan 20 il minbərdən Əli ibn Əbi Talibə lənət oxutdurub. 20 ildən sonra Əməvi xəlifələrindən olan Ömər ibn Əbdüləzizin zamanında bu batil ifadənin minbərlərdən deyilməsi qadağan olunub. Bu zaman məsum imamlarımız təkid eləyib ki, bu yanlış fikri aradan aparmaq üçün azanda müstəhəb olaraq savab olar ki, deyək ki, əşhədü ennə əmirəl müminin Əliyən vəliyullah. Azanda ifadə eləyək, etiraf eləyək ki, biz şəhadət veririk ki, Muaviyyənin düşmən bildiyi Əli möminlərin əmiridir və Allahın vəlisidir. Yəni, möminlərin rəhbəridir, Allahın yeryüzündə xəlifəsidir. Ona görə bunlar Əli ilə düşmənçilik eləyir. Yalandan desələr də ki, biz Əlini sevirik, amma bu atdıqları addım, işlətdikləri ifadə onu göstərir ki, bunlar Əli ilə düşməndilər. Vəssalamu aleykum və rəhmətullah.